Salam, hər vaxtınız xeyir olsun əziz müəllimlər. Bu gün 19 iyun 2025-ci ildə sertifikasiyadan düşən 5 sualın izahına baxırıq. Bunlar sadəcə müəllimlərin yadında qalan tiplərdir. Deməli, birinci sualımız sürət məsələlərlə əlaqəlidir. Deyir ki, uzunluğu 523 km olan yolu 60 km/saat sürətlə 6 saata gedən sürücünün nə qədər yolu qalıb? Deməli, normal məsələ tipidir, yəni sadə sürət məsələsidir. 60 km/saat sürətlə 6 saata nə qədər yol getdiyini tapırıq. Sonra ümumi yoldan həmin o yolu çıxırıq. Deməli, 60-ı vururuq 6-ya, 360 edir və 523-dən həmin bu 360 kilometri çıxırıq ki, biz qaldığımız yolu tapaq. 3 qalır yerində, 12-dən 6 çıxdım 6, 4-dən 3-ünü çıxdım 1. Deməli, bu sürücünün 163 kilometr daha gediləsi yolu qalıb. Sonra, ikinci sual həndəsə ilə bağlı sualdır, sadə, rahat tipli. Diametri və radiusunun cəmi 36 sm olan çevrənin xaricinə çəkilmiş kvadratın perimetrini tapın. Baxın, belə bir çevrədir və bunun xaricinə kvadrat çəkiblər. İndi toxunan olur, mən toxunmayan çəkdim, neysə. Bunun nədir? Diametr və radiusunun cəmi 36 sm-dir. Əvvəlcə radiusunu tapaq, sonra həmin bu kvadratın perimetrini tapacaq. Biz bilirik ki, radius buradan, yəni o mərkəzdən çevrənin kənarına qədər toxunan olan hissəsidir. Diametr isə sanki düşünün ki, diametr kvadratın tərəfidir. Bir radiusda 2 dənə diametrə bərabərdir. Yəni 2 dənə radiusumuz və plus 1 dənə radius bizə 36 sm verir. Buradan 3 radius 36, radiusumuzun biri deməli 12 sm-dir. 12 sm buradırsa, deməli kvadratın tərəfi 24-dür. Yəni 2 dənə radius diametr kvadratın tərəfinə bərabərdir. 24 və 24'ü kvadrat olduğu üçün ilə 4'ə vurmağımız kifayətdir. 96 sm olmuş olur. Gəlirik 3-cü suala. Yenə həndəsə ilə bağlı sualdır. Keçən il bilirsiniz ki, MEQ imtahanında da həndəsə ilə bağlı çox suallar düşmüşdü. Bu ildə sertifikasiyada əksəriyyətini həndəsə ilə bağlı salıblar. Deməli, kubun bir üzünün perimetri 28 sm olarsa həcmini tapın. Kubun bir üzünün perimetri 28-də əvvəlcə tapaq görək kubun bir üzünün ümumiyyətlə kubun tərəfi nə qədərdir? 28 perimetr deyirdisə 4'ə bölürük. Çünki kubun hər tərəfi bərabər olduğu üçün tərəfini 7 tapmış olacaq. Deməli, tərəfi 7 sm-dir. Həcmi deyəndə və bərabərdir A-nın kubudur. Yəni A-nı 3 dəfə öz-özünə vururduq. Yəni 7 vur 7 vur 7 bizim olacaq. 3 dənə 7'ni bir-birinə vururuq. Aldığımız cavab bizim sualımızın cavabı olur. 15-ci sual çox rahat bir sualdır. 15'ə bölmə əməlində alına biləcək qalıqların cəmini də soruşa bilərdi. Ola bilsin ya cəmini soruşub, ya da ən böyük qalıq soruşub. Cəmini soruşanda n vurulsun, n çıx 1 bölünsün 2 düsturundan istifadə edirik. Bu alına biləcək qalıqların cəmi düsturudur. Amma ən böyük qalığı istəyirsə, yəni biz bilirik ki, bir qayda olaraq bölən hər zaman qalıqdan böyük olur. Yəni burada bölən 15-dirsə, ən böyük qalıq 14 olacaq. 15-dirsə, ən böyük qalıq 14 olacaq. Bizim hazırki misalımızın cavabı 14-dür. Yox, əgər bizdən alına biləcək qalıqların cəmini soruşursa, 15'i vuracaq 14'ə, böləcək 2'yə. Yəni bu cəmi olmuş olacaq. Hazırki amma cavabımız, yəni şərtimizə uyğun cavab 14'dür. 5-ci sual. Eyni uzunluğundan 3 dəfə kiçik olan düzbucaqlının perimetri 32 metrdir. Bu düzbucaqlının sahəsini tapın. Belə bir düzbucaqlıdır. Eyni uzunluğundan 3 dəfə kiçikdir. Yəni eninə bir x yazıb uzunluğuna 3x yaza bilirik və yaxud da tərsinə. Uzunluğuna x yazıb eninə x bölünsün 3 yaza bilirik. Nə edirik biz daha çətinə girib? Yəni daha rahat yol varkən daha çətin eləmək biraz düzgün deyil. Eyni uzunluğundan 3 dəfə kiçik olan düzbucaqlının perimetri 32'dir. Perimetrini tapmaq üçün n və uzunluğu topladım, böldüm 2'yə, verdi mənə 32. Buradan 4x bərabərdir. 32'ni 2'yə böldüm 16, x də verdi mənə 4. Deməli, bu düzbucaqlının eni 4'dür, uzunluğu 4'ün 12'dir. Məndən sahəsini istəyir və 12'ni də 4'ə vurdum, verdi 48 santimetrin kvadratı. Cavabımız belədir. Sağ olun, gələn görüşənədək.